Bismillah, elhamdülillah, və salatu və salamu Rasulullah. Elhamdülillah, Allah qardaşım malına bərəkət versin. Allah Teala'ya həmd olsun ki, Allah Teala bizi müsəlman eləyib. Allah Teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ Allah. Sizdə olan hər bir nemət Allahdandır. Şükürlər olsun Allah'a ki, Allahın bizə verdiyi ən böyük nemət İslam nemətidir. Allah Teala buyurur ki, İnnə dinə indəllahil İslam. Allah qatında qəbul olunan din İslam dinidir. Başqa ayda Allah Teala buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Allah Teala buyurur ki, kim İslamdan başqa bir din axtarsa, bir din ardıca getsə, o din ondan heç vaxt qəbul olunmayacaq və həmin insan özü qiyamət günü xusrana uğrayanlardan olacaq. Allahdan istəyir ki, Allah Teala bizi bu dinin üzərində sabit etsin. Allah Teala bizi bu dinin üzərində yaşatsın, bu dinin üzərində həyatdan köçürsün. Buyurur ki, Allah Teala Quran-ı Kərimdə: "Ya eyyuhellezine amenu taqullaha haqqa tuqatihi və la tamutunna illa və entum muslimun." Ey iman gətirənlər, Allahdan haqq təqvası ilə qorxun və yalnız müsəlman olduğunuz halda ölün. Allah bizdən istəyir ki, biz müsəlman kimi ölək. Allaha sığınırıq ki, İslamdan başqa bir şeyin üzərində ölməkdən. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kimin bu dünyada son kəlməsi la ilahe illallah olsa, o cənnətə daxil olacaq. Allah Teala bizi onlardan etsin. Və sonra biz danışırdıq, elhamdülillah, cənnətdə əməllərinin əvəzini alan kimsədən. Biz hamımız bilirik ki, qiyamət günü Allah Teala insanların bəzilərinin kitabını sağ əlindən, bəzilərinin sol əlindən verəcək. Allah Teala bizi sağ əlinə kitabı verilənlərdən etsin. O sevinci yaşamağa Allah Teala bizi nəsib etsin. Elhamdülillah, bu dünyada Allah Teala bizə çoxlu sevinclər yaşadır. Ən böyük sevincimiz nədir, qardaşlar? Allahla yaşayırıq. Elhamdülillah. İnnallaha ma'allezine taqav vellezine hum muhsinun. Allah Teala özündən qorxan və muhsin, salih əməllər edənlərlə bir yerdədir. Vasbiru innallaha ma'as-sabirin. Səbirli olun, Allah səbir edənlərlədir. Allah Teala buyurur ki, başqa ayədə: "Vellezine cahadu fina lenehdiyennahum subulana ve innallaha lema'al muhsinin." Allah Teala buyurur ki, kim bizim üçün cihad eləyərsə, kim bizim üçün çalışarsa, biz onları öz yollarımıza müvəffəq eləyərik. Asanlaşdırarıq onlar üçün. Kim namaz qılmaq istəyirsə, oruç tutmaq istəyirsə, tək Allaha ibadət eləmək istəyirsə, Allahın yolunda sabit qalmaq istəyirsə, valideynlərinə yaxşılıq eləmək istəyir, umumən Allaha tərəf meyl eləyirsə, Allah onu müvəffəq eləyəcək. Vallahu yuridu an yatuba aleykum və yuridu allazina yettabi'una şehvat an tamilu meylan azima. Allah Teala deyir ki, Allah sizin tövbələrinizi qəbul eləmək istəyir. Amma şəhvətlərinə tabi olanlar sizi böyük bir meyllə azdırmaq istəyirlər. Fikir ver, Allah Teala istəyir ki, səni bağışlasın, tövbəvi qəbul eləsin, islah eləsin. Sənin üçün hazırladığı cənnətə sən aparsın. Amma sən Allaha qoyub başqalarına meyl eləsən, onlar səni böyük azğınlığa aparacaq. Bunu Allah Teala deyir. Elhamdülillah, Allah Teala bizi bu sevincləri yaşadır. İstəyirik Allahdan ki, Allah Teala bizi cənnət əhlindən eləsin, o sevinci bizə nəsib eləsin. Qiyamət günü cənnətinə daxil eləyəndən sonra özünü bizə göstərsin. Çünki Quran, sünnə dəlilləri onu göstərib ki, möminlər cənnətdə Allahı görəcəklər. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu vəsf eləyəndə deyir ki, İnnəkum sətəravnə rabbəkum kəmə təravnə həzəl qamar leylətəl bədr. Deyir ki, sizdən biriniz Rəbbini açıq aydın görəcək qiyamət günü. Necə misal çəkir? Bədirlənmiş ay, yumru ay ki var göydə 14-15-ci günün ayı, ona bədirlənmiş deyilir. O ayı açıq aydın gördüyü kimi. Sonra izah eləyir ki, Lə tudamuna fi ru'yatihi. Siz dayanıb möminlər, Allah bizi onlardan etsin. Dayanıb ayaq üstə Allaha baxanda izdiham olmayacaq. Sən biraz çox baxdın, çəkil, mən də baxım. Yox. Hamı dayandığı yerdən aləmlərin də bolun Allaha görəcəklər. Dünyada onu görməyib. Heç kim Allahı görməyib. Lakin Allahın əmir qadağası ilə yaşayır. Qəlbində Allah sevgisini daşıyır. Allah istəyib edir, istəmir etmir. Allah əmr eləyib yerinə yetirir, qadağa eləyib çəkinir. Allahın nəzarətini fikirləşir. Allahla yaşayır adam. Həyatını Allahın muradına uyğun tənzimləyib. Elhamdülillah. Allah həmd olsun. Bu özü böyük bir nemətdir. Allah Teala buyurur ki, Quran-ı Kərimdə umumən qardaşlar, ayələri keçməmişdən qabaq, biz özümüzdə elə bir qəlb daşımalıyıq ki, necə Allah Rasulü sallallahu aleyhi ve sellem və onun sahabələri belə olublar. Rasul Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişəndə aşanımızın qucağında olanda nə deyirdi? Fir-rafiqil a'la, fir-rafiqil a'la.
ən uca məqam Allahı göstərirdi. Yəni işarə edirdi göyə ki, gedirəm qovuşmağa. Sahabələrdən birini Muhammed sallallahu aleyhi ve sellem göndərəndə düşmənlərdən biri onu qılıncla vurur, qılınc qarnındadır və qanı axır. Qanı götürüb belə sürtür üzünə. Deyir ki, "Və Rabbil Kəbə fuztu." Kəbənin Rəbbi olan Allaha and olsun ki, nicat tapdım. Qarşısında olan deyir ki, "Öldürmüşəm səni. Uduzmusan, necə nicat tapmısan?" Deyir, "Vallahi öldürmüsən, gedirəm Allahın yanına, gedirəm Allahla görüşməyə. Rəbbimlə qarşılaşacağam. Mən uddum, sən uduzdun." Budur. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Mən əhəbbə liqa Allah, əhəbballahu liqaəhu." Kim Allah ilə görüşməyi istəsə, Allahla görüşməyi sevsə, Rəbbinin huzuruna çıxmağı istəsə, sevsə, Allah da onunla görüşməyi, onu qarşılamağı istəyəcək, sevəcək. Əksinə bax, "Mən kərihə liqa Allah, kərihallahu liqaəhu." Kim Allahla görüşməyi istəməsə, Allah da onunla görüşməyi istəməyəcək. Allah da səni istəmir. Vallahi ona görə biz çalışmalıyıq, necə olaq? Daima Allahla görüşməyi arzulamalıyıq. Görmədiyimiz Allahı ibadət eləyə ona. Daim bizdə arzu olmalıdır ki, Rəbbimə qovuşub onu görəcəm mən. Ona görə Allah Teala deyir ki, "Vəsari'u", tələsin. Hara? "İlə cənnə vəsari'u ilə məğfirətin min rabbikum və cənnetin arduha əs-səməvat vəl-ard." Allah Teala deyir ki, Əl-İmran surəsində, Rəbbimizdən olan bir bağışlanmaya, möminlər üçün hazırlanmış, müttəqilər üçün hazırlanmış enliliyi yerlər və göylər qədər olan cənnətə tələsin. Allah Teala tələsdirir. Fəstəbiqul xayrat. Xeyr əməllərdə yarışın. Sahabələrdən biri döyüşə girməmişdən qabaq Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayələri deyir, həvəsləndirir onları cihada və bu ayəni gətirir ki, tələsin cənnətə, Rəbbimizdən bağışlanmaya, müttəqilər üçün hazırlanmış enlili yerlər və göylər qədər olan cənnətə deyir ki, bəh, bəh, bəh. O bəh-bəh deyilir ərəblərdə, bizim dillə bəh-bəh deyilir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, səni bu sözü deməyə nə vadır elədi? Deyir ki, ya Rasulallah, vallahi onun əhlindən olmağı istəməyi mənə vadır elədi. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sən o əhlindənsən. Və sonra döyüş başlayır, girir döyüşə. Döyüşə girməmişdən qabaq bir neçədən xurma çıxardır. Deyir ki, bunları yiyim gedərəm. Sonra baxırdır ki, bunları yesəm, ömrümdən böyük bir vaxt aparacaq. Tollayır, yeri döyüşür. Görürsən. Necə? Necə həvəsliyirlər vallahi. Necə istəyirlər Allahla görüşməyi, salihlərlə qovuşmağı. Yusuf Aleyhisselamın duasına baxın. Əlhiqni bis salihin. Məni salihlərə qovuşdur. Başqa sahabə Muhammed sallallahu aleyhi ve sellemin yanına ki, hamımızın bildikləri şeylərdir. Lakin qardaşlar, bildiyimiz olsa da belə faydası var. Və zəkkir fə innə zikrə tənfə'ül mu'minin. Allah Teala deyir ki, Əz-Zəriyət surəsində xatırlad inan. Çünki xatırlatmaq möminlərə fayda verir. Bildiyin şeyi eşidəndə insan deyir ki, sanki birinci dəfə də eşidirəm. Sahabə gəlir ki, ya Rasulallah, mən evimdə olanda sən yadıma düşürsən və darıxıram sənin üçün. İstəyirəm ki, gəlim səni görüm, səni görməklə rahatlaşım, sonra qayıdım deyir evimə, ailəmin yanına. Və dur, onu eləyirəm. Hər dəfə yadıma düşürsən, gəlirəm səni görürəm, gedirəm evə. Lakin deyir, mən düşünəndə ki, sən də öləcəksən, mən də öləcəm. Sən cənnətə daxil olsan, mən də cənnətə daxil olsam, Allah səni qaldıracaq Peyğəmbərlərin dərəcəsinə, mən daha səni bir də görməyəcəm. Planın düşüncəsinə fikir verin, yanaşmalarına bax. Mən daha səni görməyəcəm, ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi ve sellem susur. Və bir müddətdən sonra Allah Teala bu ayəni nazil edir. وَمَنْ يُطِعِ اللّٰهِ وَالرَّسُولِ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ حَسُنَ اُولَٰئِكَ رَفِيقًا. Ayəyə bax. Hamı bunu istəyər. Hər bir müsəlman bunu istəyər. Allah Teala nazil edir ki, kim Allaha və Rasuluna itaat etsə, Allahın neymət verdiyi kimsələrlə bir yerdə olacaq. O nə istəyirdi? Baxın, sənlə bir yerdə orada olmağı. Allah Teala ki, kim Allaha və Rasuluna itaat eləsə, Allahın neymət verdiyi kəslərlə bir yerdə olacaq. Kimdir neymət verdiyi kəslər özü sayır? Minən nəbiyyin, və sıddiqin, və şühədai, və salihin. Nəbilər, şəhidlər, salihlər və sıddıqlar. Onlar necə gözəl dostlardır, deyir Allah Teala. Həsunə uləykə rafiqa. Onlar necə gözəl dostlardır. Başqa sahabəsi Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, nə istəyirsən istə məndən. Fürsətə baxın. Deyir ki, ya Rasulallah, istəyirəm cənnətə səninlə bir yerdə olum.
Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yenə istə. Deyir ki, ya Rasulullah, istəyirəm cənnətdə səninlə bir yerdə olum. Deyir, başqa şey istə. Deyir, ya Rasulullah, mən başqa şey istəmirəm. Mən istəyirəm ki, cənnətdə səninlə bir yerdə olum. Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, "A'inni ala nafsik bi kəsrətis sucud." Çoxlu namaz qılmaqla, səcdə eləməklə, ibadət eləməklə mənə yardım elə. Ora bu əməllər aparır. Ora bu əməllər aparır. Allah Teala bizi sabit etsin. Və burada Allahın ayələri var, qardaşlarım. Haqqa surəsində baxsaz, bəzi ayələr var. Buyurur ki, Allah Teala فَأَمَّا مَنْ اُوْتِيَ كِتَابَهُ بِيَمِينِهِ Kim ki, o kəs ki, kitabı sağ əlindən veriləcək. Görün nə deyəcək? فَيَقُولُ هَا اُمُقْرَأُ كِتَابِيَ Kitabı verilib sağ əlinə, o deyəcək ki, budur kitabım, oxuyun onu. Sonra deyəcək ki, İnni zanentu enni mulaqin hisabiyə. Buyurur ki, Allah Teala, çünki o deyəcək ki, çünki mən qiyamət günü öz hesabımla qovuşacağıma inanırdım. Yəni adam inanırdı ki, bu dünyada Allaha ibadət eləsəm, əmirlərin yerinə yetirib qadağalarından çəkinsəm, başıma gələn müsibətlərə Allah üçün səbr eləsəm, xəstəliklərə, kasıblığa, evladın itməsinə, yoldaşın dünyasının dəyişməsinə, ata-ananın qozalmasına, malın mülkün itməsinə, canda olan xəstəlik və s. Varlılıqdan sonra kasıblığa, bütün imtihanlara səbr eləsəm, Allah bunun mükafatını verəcək. Allah Teala deyir ki, mə asabə min musibətin illə bi iznillah. Baş verən elə bir dənə müsibət yoxdur ki, Allahın izni ilə olmasın. Və mən yu'min billah yəhdi qalbəhu. Kim inansa ki, bu Allahdandır bu müsibət, bu imtihan, bu sınaq, Allah onun qəlbini sabit eləyəcək. Yönəldəcək, inanacaq ki, adam bəli. Hal-hazırda mənim Rəbbim mənə xəstəliyə göndərməklə mənə imtihan eləməyib. Əlimdə olan malı məndən almaqla məni alçaltmayıb. Allah Teala məni imtihan eləyir. Və bəşşiri sabirin. Və səbir eləsəm, o məni müjdəliyib. Elhamdülillah. Ona görə deyir ki, bilirdim ki, bir gün bununla qarşılaşacağam. Yaxşı, indi baxın. Mükafatına baxın. Fəhuvə fi ayşətir radiyə. Kitabı alıb, sağ əlindədir. Deyir ki, Allah Teala, o razılıq qazanmış və ya razı qalmış bir həyat sürəcək. Və salam. Nədir o həyat, qardaşlar? Əbədi cənnət. Təsəvvür edirsiniz? Əbədi cənnət. Heç vaxt oradan çıxmayacaqsan. Heç vaxt əziyyət çəkib ruzu qazanmayacaqsan. Ailə uşaq dərdi çəkməyəcəksən. Borc dərdi çəkməyəcəksən. Xəstəlik dərdi çəkməyəcəksən. Bu xəstəlik məndən nə vaxt qaldırılacaq görəsən, belə şey olmayacaq. Allah imtihanlarımı nə vaxt yüngülləşdirəcək? Maaşım nə vaxt qalxacaq? Pensiya belə, heç nə. Vallahi, bilsən nə? Sələmən sələmə, yalnız gözəl sözlər, özü yaxınlaşan meyvələr, ağlığı başından almayan içkilər, səndən qabaq heç kimin əli dəyməmiş hurilər və s. Bəziləri inanması da əlhəmdə biz inanırıq. Allah Teala deyib Quran-ı Kərimdə bunu. Təsəvvür elə. Ən üstünü nədir, qardaşlarım? Var duanun minallahi akbar. Allah Teala deyir ki, Allahın razılığı daha böyüdür. Allahın razılığı daha böyüdür. Əsas onu qazanmaq lazımdır. Bu dünyada bəzi insanlar deyir ki, mən məsələn belə eləsəm mənə nə deyərlər? Məsələn, saqqalım olsa mənə deyərlər saqqallıdır, namaz qılsam deyərlər molladır, meclisə geçsəm deyəcək ki, adam gerizəkalıdır və s. Gerizəkalı olan özləridir. Başa düşmür. Ne üçün? Rəbbim deyir ki, Əl-ləzīnə yəstəmi'unəl qavlə fəyəttəbi'unə əhsənə ulaikəl-ləzīnə hədəhumullah və ulaikə hum ulul əlbəb. Allah Teala deyir ki, o kəslər ki, sözə qulaq asar. Onun ən gözəlinə tabi olar, Allahın hidayət verdiyi olardı, doğru yolda olardı, ağıllı adam da olardı. Belə adam gerizəkalı ola bilməz. Namaz nə vaxtdan gerizəkalılıq olub ki? Oruç tutmaq nə vaxtdan gerizəkalılıq olub ki? Allahın əmri qadağalarını yerinə yetirmək nə vaxtdan gerizəkalılıq olub ki? Heç vaxt. Yəni, cəmaat Marsa uçur deyirlər. Marsa uçan namaz qılmasın. Gözəldir, əlhəmdülillah, dünyada inkişaf eləmişik. Gözəl. Elə onda inkişaf eləməyimiz cənnəti qazanmağımız üçün asanlaşdırılıb. Lakin bəzi insanlar başa düşmür. Onların zəkasında problem var. Allahın əmrini yerinə yetirən, qadağasından çəkinənin zəkasında problem yoxdur. Sonra buyurur ki, burada Allah Teala,
o gözəl həyat yaşayacaq, razılıq qazanmış həyat yaşayacaq. Fi cənnətin aliyə, uca cənnətlərdə. Uca cənnətlərdə. Allah Teala başqa yerlərdə bildirir ki, uiddət lil muttaqin. Necə az öncə qeyd elədik, cənnət kimin üçün hazırlanıb? Müttəqilər üçün. Müttəqilər üçün. Sonra Allah Teala buyurur ki, uca cənnətlərdə qutufuha daniyə. Buyurur ki, Allah Teala elə bir cənnətdə ki, onun meyvələri yaxın olacaq. Bu dünyada ola bilər hansısa meyvəni alıb yeyə bilmirsən. Əlin ona çatmır. İmkanın necə deyirlər, münasib deyil və s. Allah subhanahu wa ta'ala elə vəd verir ki, vallahi o meyvələr sənin uzaq olmayacaq. Hətta cənnətdəki meyvələrdən Allah Teala Quran-ı Kərimdə danışanda cənnət əhli deyəcək ki, bu meyvələr elə meyvələrdir ki, bunun oxşarı bizə verilib. Və yaxud da dünyada bizə veriləndəndir. Allah Teala deyəcək ki, yox. Oxşuyur, amma onlar deyil. Fərqli olacaq. Cənnətdən Allah Teala danışanda nə deyir? İçində olan nemətlərdən nə bir göz görməyib, nə bir qulaq eşitməyib, nə də bir kəsin qəlbinə girməyib orada olan nemətlər. O fikir ver nələr gözləyir. Fikir ver necə olacaq. Cənnətə daxil olanları kimlər qarşılayacaqlar? Mələklər. Mələklər. Salih sələflərdən biri, o din adamlarından biri, qısa olaraq bunu danışaq, çox yormayayım sizi. İbn Abbasın tələbələrindən adam xəstəliyi ilə böyük bir imtihana düçar olur. Gözləri çox zəif görür, qulaqları çox zəif eşidir, əlləri yox, ayaqları yox. Yəni bədən cəhətdən insan, yəni yarımçıqdır. Müəyyən naqislikləri var. İmtihana düçar olur. Və bir gün əmir ona deyir ki, səni filan yerə başçı və ya qazi təyin eləmək istəyirəm. Başçı və ya qazi. Deyir ki, mən o məsuliyyəti götürmək istəmirəm. Çünki qazi bilirsiniz, Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? 3 qazidən ikisi cəhənnəmli idi. Yəni o hökm adil olmalıdır. Allah Teala bu ki, "Və men yahkum bima enzelallah fa ulaika humul fasiqun, humuz zalimun." Neçədən ayə var. Bəzi adamlar bu ayələri yalnız başçıya gətirir. Yox, kişi evində hakimdir. Allahın hökmünə hökm verməlidir. Müdürsən orada hakimsən, Allahın hökmünə hökm verməz. Hər bir halda bu ayə keçərlidir. Adam qorxurdu ağır məsuliyyətə girməkdən. Və o məsuliyyətdən yayınmaq üçün yaşadığı yeri tərk eləyir və kiçik bir oğlu ilə, necə deyərlər, sahildə özünə bir xeymə tikir, orada qalır. Və bir gün xidmət elə yerdə qalır ki, əskərlərin, belə deyək, həmin vaxtda olan əskərlərin xidmət ərazisinə düşür. Orada xidmətə çıxanda gəlir, görür ki, yəni qəribə bir şey, bir dənə çadırdır, yaxınlaşır. Yaxınlaşanda görür ki, səs gəlir. Yaxınlaşır belə, görür ki, bir nəfərdir, yaşlı bir dənə adam. Belə bir söz deyir ki, ey Rəbbim, məni yaratdıqlarından çoxsundan üstün elədiyinə görə sənə həmd olsun, sənalar olsun, tərifləyir Allah Taala'nın. Bu da deyir ki, cəlb elədi mənə ki, görüm bu kimdir? Baxdım, deyir, görürəm ki, adam əli yox, ayağı yox, yəni bu haldadır. Deyir, mənə təəccüblü gəldi. Yəni, bədəndən mən səndən üstünəm. Əlim də var, ayağım da var. Deyir, dedim ona ki, Allah səni bir çox yaratdığından necə üstün eləyib ki, sən bu cür şükür eləyirsən Allah Taala'ya. Deyir ki, Allah mənə onu zikr eləyən dil verməyib. Allah mənə ona şükür eləyən dil verməyib. Allah mənə onu tanıyan qəlb verməyib. Allah Taala mənə yeri mənim üçün döşəməyib. Allah Taala dənizləri qaldırıb mənim başımı aşırmır. Dağları qaldırıb mənim başımı aşırmır. Yeri aralayıb mən ora batırmır. Bunlar nemət deyil mənim üçün. Deyir, sonra məndən bir dənə xahiş elədi. Dedi ki, mənim bir dənə oğlum var. Neçə gündür o gəlmir. Baxa bilərsən hardadır. Bu qissəni deməli Mədərcü Səlikində İbn Qayyim rahimehullah gətirir. Deyir ki, mən getdim onu oğlan axtarmağa və bir müddət axtardım, gördüm yoxdur. Sonra deyir, insan sürüsümüyü gördüm. Gördüm ki, insan sürüsümüydü. Başa düşdüm ki, onun oğlunu yırtıcılar yeyiblər, parçalayıblar. Və deyir, gəldim, deyir, amma mən indi bunu necə deyəcəm? Necə mən buna deyəcəm ki, bəs belə, bu halı belədir. Deyir, Allah Taala qəlbimə, ağlıma Yusuf əleyhissalamın Yunus əleyhissalamın qissəsini deyir saldı. Necə Allah Taala Eyyub əleyhissalam, daha doğrusu, sizin yadınızdan çıxdı deyəsən. Eyyub əleyhissalam. Deyir, Allah Taala ağlımı, çünki Allah Taala Eyyub əleyhissalamı bilirsiniz necə imtahan edib. Deyir, gəldim, dedim ki, sən Allahın peyğəmbəri Eyyub haqqında eşitmisən? Dedi ki, eşitmişəm.
Deyirsən, bilirsən ki, Allah onu necə imtahan edir? Deyir ki, bəli, bilirəm. Deyirsən, bilirsən ki, Allah onun evladlarının hamısı əlindən aldı? Deyir ki, bəli, bilirəm. Deyirsən, bilirsən ki, Allah Teala onu varlı edəndən sonra kasıb elədi, özün qocaltdı, yoldaşın qocaltdı, sel gəldi, hər şeyini apardı, deyir, bilirəm. Deyir, o neynədir? Deyir, səbir elədi, savabını Allahdan umdu. Deyir ki, vallahi sən də səbir elə, evladı bu, heyvanlar, yırtıcılar parçalayıb yiyiblər. Deyir ki, əllərini qaldırdı, kəsik əllərini göyə, Allaha belə bir söz dedi ki, nəslimdən sənə bir dənə də asi olacaq kimsəni saxlamadığıma görə sənə həmd olsun. Bundan sonra mənim nəslimdən sənə heç kim günah eləməyəcək, asilik eləməyəcək. Təsəvvür edin. Adamda necə iman var idi. Necə Allah qorxusu var, necə Allaha bağlılıq var idi. Bunu dedi və möhkəm bir dənə iç çəkdidir, adam öldü. Mən deyir, qalmışam belə ki, yəni, hadisədir adam üçün. Qalmışam, mən necə eləyim, deyir. Nəsə bunun geyimindir, üzərinə sərdim. Gözləyirəm ki, kimsə keçər, mən buna yardım edirəm. Gördüm ki, 3-4 dənə belə atla gələn var. Bu özü tanımır elə bu kimdir. Yəni, bunun da tarixi hələ bilmir kimdir. Deyir, onlar yaxınlaşdılar, mən onlara dedim ki, hadisə belədir. Dedilər, aç görək kimdir o. Açırlar üzün, görürlər ki, İbn Abbasın böyük tələbələrindəndir. Rahimahumullah. Böyük tələbələr deyir, sən bu tanıyırsan, bu kimdir? Bu, qazilik məsuliyyətindən qaçıb canını qurtarmaq üçün gəlib burada yaşayır. Gecələri Allaha ibadət edən gözlər, üzlər, qulaqlardır bu. Allahdan qorxan, qəlbi daşıyan adamdır bu. Bu İbn Abbasın ən böyük tələbələrindəndir. Deyir ki, biz bunu dəfn elədik. Deyir, vallahi onu dəfn edəndən sonra həmin adam deyir, gecə onu yuxuda gördüm. Gördüm ki, Allah Subhanahu taala bütün əzalarını qaytarıb. Allah Teala bütün əzalarını, əlini, ayağını, gözünü, qulağını hamısını qaytarıb ona. Sağlam görkəmdədir. Ən gözəl geyimləri giyindirib Allah Teala ona. Mən deyir, ona sual verdim ki, sən necə Allah Teala sənə nəyə görə belə məqam verib? Deyir ki, Allahın cənnətdə dərəcələri var. O dərəcələrə 2 dənə şeylə çatmaq olur. Neymətlərə şükür eləməklə, başa gələn imtahanlara səbr eləməklə. Vallahi. Şükür və müsibətlərə səbr eləməklə. Cənnətdə heç kim haram eşitməyəcək. Ancaq gözəllik. Səlamən səlamə. Salam olsun, salam olsun. Vəl mələikətü yədxuluna aleyhi min kulli babin selamun aleykum. Selamun aleykum. Hər bir mələklər onların yanlarına, qapılardan daxil olub deyəcəklər ki, sizə salam olsun. Bimə sabartum. Səbr elədiyimizə görə. Dünyada səbr elədiyimizə görə. Ona görə səbir böyükdür, vallahi lazımdır. Yaqub əleyhissalam Yusifi itirəndə nə deyir? Fəsabrun cəmil. Mənə gözəl, hər səbir yox. Adam var, səbri azdır. Çox səbir lazımdır və böyük səbir lazımdır. Möminlərin əmri Əli, Allah ondan razı olsun, İmam Əli deyir ki, səbrin bu dində olan yeri başın bədəndə olan yeri kimidir. Və son ayəni dediyim, inşallah bundan da kifayətlənək. Buyurur ki, Allah Teala onlar cənnətə daxil olandan sonra deyiləcək ki, kulu vaşrabu hani'an bima əslaftum fil əyyamil xaliyə. Yeyin, için keçmiş günlərdə etdiyiniz əməllərə görə. Bu ayədən sonraki kitabı sol əlinə verənlər gətirir Allah Teala. Deyir, əgər nəsib olsa inşallah gələn dəfə Allahın izniyle orada danışarıq. Burada fikir verin, nə deyir? Keçmiş gündə etdiyiniz əməllərə görə yeyin, için deyəcək Allah Teala. Keçmiş gündə nə ediblər ki, Allah üçün? Ən böyük əməlləri müsəlmanların qardaşları nədir? Tək Allaha ibadət eləmələri. Ona heç bir şey şərik qoşmamaları. Onun haqqı olan ibadəti, namazı, orucu, qurbanı, zəkatı, sədəqəni, həcci, ümrəni Allahdan qeyrisinə sərf eləməyiblər. Yalnız Allaha sərf eləyiblər. Səcdəni elə Allah üçün eləyiblər. Adam var, gedir daşın qabağında elir. Adam var, gedir hansısa bütün qabağında səcdə elir. Amma müsəlman, amma mömin o əzəmətli ibadəti, səcdəni Allahdan qeyrisinə sərf eləmir. Möminin ən böyük əməli budur. Sonra böyük əməlindən dünyada başına gələn imtahanlara səbirli olub. Sən təsəvvür elə, adam var 10 yaşından ibadətə başlayıb. Məsələn, misal çəkmək olar yenə də möminlərin əmri əlini. İslamı neçənci ildə, neçə yaşında qəbul edib? 10 yaşında. 10 yaşında qəbul edib, uzun ömür yaşayıb. Hicrətin 40-cı ilində vəfat edib. Allah ona razı olsun. 10 yaşdan ölənə qədər Allaha ibadət edib. Sən onun savablarını fikirləş qiyamət günü.
Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sabah bayrağı elə bir insana verəcəm ki, Allah və Rəsulu onu sevir, o da Allah və Rəsulunu sevir. Sahabələr durub görürlər ki, kimdir? Möminlərin əmri Əli. Allah Taala bizi onlara qovuştursun. Allah Taala bizi salihlərdən etsin. Allah Taala bizi ona ibadət eləyən, onu zikr eləyən, ona şükr eləyən, ona həmd eləyən, hər bir halında Allahın nəzarətini fikirləşən və Allaha qarşı günahlarla gələn yox, itaətlərlə yaxınlaşan qullarından etsin. Vəlhamdülillahi Rabbil ələmin.